O ki qaldı, Azərbaycanda da bəzilərinin bu Rusiyanın qalib gələcəyi barədə danışması, bu çox həssas bir mövzudur, Afət xanım. Açıqcası, bu Rusiyanın 5-ci kolonu deyirlər. Bu kifayət qədər hesab edirəm ki, araşdırılmamış bir mövzudur. Araşdırılmalıdır və dövlət orqanları da gerəkən addımları da yapmalıdırlar. Kimsə sadəcə öz fikrini bildirirsə, o başqa. Ancaq Rusiyanın nəzarətində olan, Rusiyanın tapşırığı ilə hərəkət edən şəxslər hansısa bir şəkildə dayandırılmalıdırlar. Və bu isə sadə bir şey deyil. Yaxınlarda mən bir araşdırma yazısı oxudum. Rusiyanın dünyanın müxtəlif ölkələrində təbliğat işinə göstərdiyi cəhdlərlə bağlı bir yazı idi. Milyardlarla pul xərclənir. Və müxtəlif ölkələrdə minlərlə insandan ibarət bir troll şəbəkələri yaradılır. Və o şəbəkələr Amerika Birləşmiş Ştatları kimi dövlətdən tutmuş, Azərbaycan, Ermənistan, Gürcüstan və başqa dövlətlərə qədər dünyanın əksər ölkələrində iştirak edirlər proseslərdə. Və buradakı Azərbaycanlı adı ilə yazır, Ermənistandakı erməni adı ilə, Gürcüstandakı Gürcü adı ilə, bəlkə də həmin millətlərə aid, xalqlara aid insanlardılar. Rusiyanı təbliğ edirlər, Rusiyanın təbliğat maşınının sözlərini təkrar edirlər və bununla belə rəy yaradırlar ki, güya doğrudan da Rusiyanın birincisi qalib gəlməyə şansı var. İkincisi də ki, güya bu ölkələrdə Rusiyanın bu qədər tərəfdarı var, Rusiyanın uğurunu istəyən bu qədər adamları var. Halbuki, sadəcə ümumi əhalinin sayında heç 1% də deyirlər bunlar. Amma fəaldırlar, maaş alırlar, pul alırlar, instruksiya, təlimat alırlar və işləyirlər. Bu Rusiyada da belədir, Amerikada da belədir dediyim kimi, Avropa ölkələrində də, Rusiyanın qonşu ölkələrində də. Və bu gerçəyi nəzərə almaq lazımdır. Yəni bunu nəzərə almaq bir tərəfdən biz hamımız nəzərə almalıyıq ki, o 5-10 nəfər orada troll fəallıq eləməklə elə düşünməyək ki, bu onların yazdıqlarında həqiqət var və yaxud da ki, Azərbaycanda çox adam Ruspərəstdirlər. Eyni zamanda yenə təkrar edirəm ki, müvafiq strukturlar da ciddi işləməlidirlər və yenə də deyirəm, yanılan insanlar, hansı öz düşüncəsinə görə səhv edən insanlarla pullu şəkildə müxtəlif ölkələrin kəşfiyyatlarını işləyən adamları ayırt eləməyi bacarmalıdırlar. O adamlara eyni cür yanaşma olmaz. Kim ki pullu bir şəkildə xüsusi razılaşmalar əsasında xarici ölkələrə xidmət edir, onlar cəzalanmalıdır. Kim ki yanılır, səhv edir, onlar ictimailara qarşı ictimai qınaq ola bilər, onları baş salmağa çalışmaq olar və s. və s. Bu işlər görülməlidir. Əks təqdirdə adamlar var ki, oturub səhərdən axşam qədər Rusiya televiziya kanallarına baxırlar və orada da, nə bilim, müxtəlif proqramlar var, saatlarla təbliğat aparırlar. O, faşist Almaniyasında Göbbels təbliğatı var idi. O, Göbbels deyirdi ki, yalan nə qədər böyük olursa, insanları ona inandırmaq bir o qədər asan olur. Yalan nə qədər çox tez-tez təkrar olunursa, insanları ona inandırmaq bir o qədər asan olur. O siyasəti aparırlar. Gecə-gündüz saatlarla o yalanlar söylənilir və o kanallara baxanlar da yavaş-yavaş o kanallarda kim düşünməyə başlayırlar və təsir altına düşürlər. Xüsusən başqa mənbələrlə tanışlığı olmayan, çıxışları olmayan başqa mənbələrə müstəqil düşünməyə çalışmayan, adət eləməyən insanlar görürsən, təsir altına düşürlər. Bütün bu gerçəkləri nəzərə almaq lazımdır. Və həm də diqqət çəkən məqamlar